Birja ticarət haqqında üçüncü ən geniş yayılmış yanlış təsəvvür isə birja qumardır düşüncəsidir. Birja əslində sən ona nə ad verirsənsə odur. Bu da sənin ona yanaşma tərzindən asılıdır. Əgər sən ona oyun kimi yanaşırsansa o bir oyun, iş kimi yanaşırsansa o bir biznes fəaliyyəti olacaq. Bunun üçün də hər sahədə olduğu kimi bu sahəyə də başlamazdan qabaq mütləq bu işin təhsilini almaq, maariflənmək vacib şərtdir. Təhsilini almadan, maariflənmədən bu sahəyə başladıqda sənin bütün ticarət əməliyyatların təsadüfi xarakter daşıyacaq. Yəni ki, təsadüfi şəkildə al və sat əməliyyatları aparmış olacaqsan. Belə olduqda isə əslində buna əməliyyat demək də düzgün deyil, çünki birbaşa oyuna çevrilmiş olur. Əgər sən bu işin təhsilini aldıqdan sonra bu sahəyə başlasan, sən ticarət əməliyyatlarını hər hansı bir qrafikin təhlilinə və hər hansı bir məntiqə söykənərək aparmış olacaqsan. Yəni ki, sən şəxsi gəlir və risk bölgünü hesablaya bilməyi, şəxsi kapitalını qoruyub ödə bilməyi və öz emosiyalarınla başa çıxa bilməyi öyrənmiş olacaqsan. Belə olduğu təqdirdə isə sən artıq bir biznes fəaliyyəti ilə məşğul olmuş sayılırsan. Şans amilinə gəldikdə isə şans amili hər sahədə olduğu kimi bu sahədə də mövcuddur. Ancaq bütün fəaliyyətlərini və əməliyyatlarını yalnız və yalnız şans ümidinə bağladıqda sən artıq həmin fəaliyyət növünü və biznes sahəsini özün haqqında qumara çevirmiş olursan. Bunu bir mağaza biznesinin nümunəsi üzərindən də göstərmək olar. Misal üçün, bir mağaza açmaq istəyirik. Gediş-gəlişin olmadığı tənha bir yerdə və hesab kitabımızı aparmadığımız bir şəkildə bu biznesə başlayırıq. Və nəticədə əslində biz bu işi özümüz haqqında qumar oyuna çevirmiş oluruq. Digər bir nümunə isə abituriyent nümunəsidir. Deyək ki, bir abituriyent düşünək ki, universitetə qəbul olmaq arzusundadır, ancaq bu abituriyentin istəyi yalnız arzu olaraq qalır. Bu yolda heç bir əməli fəaliyyət göstərməyib, heç bir hazırlıq görməyib və qəbul imtahanına gəlib çatdıqda, qəbul kitabçası qarşısına qoyulduqda həmin abituriyent illər ərzində hazırlıqsızlığının təbii nəticəsi olaraq qəbul kitabçasındakı sualları təsadüfi şəkildə cavablandırmış olur. Əslində buna cavablandırmaq demək də düzgün deyil, çünki artıq o bu qəbul imtahanını öz haqqında qumar oyuna çevirmiş olur. Yəni ki, həmin abituriyent öz gələcək həyatı, gələcək karyerası və iş həyatı üzərindən qumar oynamışdır. Bu məntiq və fəlsəfəni biraz daha dərinləşdirsək, insan ömrü içində bunu tətbiq etmək mümkündür. Yəni ki, bir insan ömrü də əgər təsadüfi şəkildə, məqsədsiz və xaotik şəkildə yaşanmışdırsa, həmin ömür də əslində bir qumar oyunu şəklində yaşanmış sayılır. Yekununda bir daha xatırlayaq ki, birja əslində sən ona nə ad verirsənsə odur. Bu da sənin ona yanaşma tərzindən asılıdır. Əgər oyun kimi yanaşırsansa o bir oyun, iş kimi yanaşırsansa o bir biznes fəaliyyəti olacaq. Qumar məsələsinə gəldikdə isə istənilən bir fəaliyyət növünün və biznes fəaliyyətinin də qumara çevrilməsi üçün həmin sahənin yalnız və yalnız şans ümidinə bağlanması kifayət edəcək.